Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Essalatu vesselamu ala Resulillah. Amma ba'd. Aziz ve değerli Müslümanlar, Ramazan ayınız mübarek olsun. Yüce Rabbim bu ayda tutulan oruçları kabul eylesin. Oruçla əlaqədar Rabbimiz Kur'an-ı Kerim'de ilk olarak Bəqərə suresinin 183. ayəsində bizlərə belə buyurur. Ya eyyuhellezine amanu kutiba aleykumus-siyamu kema kutiba alellezine min qablikum leallekum tettekun. Ey iman edenler, ey Müslümanlar, oruç sizden əvvəlkilərə fərz qılındığı kimi sizə də fərz qılındı. Ümid edilir ki, beləcə bütün günahlardan qorunasınız. Değerli Müslümanlar, oruç sizden əvvəlkilərə fərz qılındı deyir Rabbimiz. Yəni, bizdən əvvəlki ümmətlərə, İbrahimin, Musanın, İsa'nın, Yaqubun və s. Allah'ın salamı hamısının üzərinə olsun. O peyğəmbərlərin də ümmətlərinə fərz qılındı buyurmaqdadır. Onlara fərz qılındı, sizə də fərz qılındı deyir Rabbimiz. Və beləcə bütün günahlardan qorunasınız buyurur Rabbimiz. Yəni orucun səbəbinə Rabbimiz bizləri günahlardan qorunmağımızı istəməkdədir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm isə oruçla əlaqədar belə buyurur. Huwa şəhrun əvvəluhu rahmetun. Yəni Ramazan ayının başı rəhmətdir. Yəni ilk 10 günü rəhmətdir. Və əvsaduhu məğfiratun. İkinci 10 günü, yəni ikinci yarısı məğfirətdir. Yəni günahların bağışlanması, günahlardan qurtulmadır. Və axiruhu itqun minənlər. Son 10 günü isə, axırı isə cəhənnəm ateşindən qurtuluşdur. Rabbim bizləri öz mərhəmətinə, rəhmətinə məzhər edən qullarına eləsin. Günahlarımızı bağışlasın və Rabbim bizləri cəhənnəm ateşindən qorusun.